İki əsas səbəbi var. Birincisi, uşaq oyunu dəfələrlə təkrar oynamaq istəyir. Çünki 0-3 yaş aralığındakı bir uşaq yeni biliklərini uzun müddətli təcrübə eləmək istəyir. Təbii ki, bu onun motor planlamasına və problemlərin həll etmə bacarığına da kömək olur. İkincisi, uşaq oyunu dəfələrlə təkrar oynamaq istəyir. Çünki özünü təhlükəsiz hiss etmək istəyir. Xüsusilə də 0-5 yaş aralığında bir uşaq emosiyalarını sabit bir şəkildə, təhlükəsiz ortamda təqdim eləmək istəyir. Bəs yaxşı, valideynlər nə vaxt narahat olmalıdırlar? Əgər övladınız oyunu başlatmaqda, davam elətdirməkdə, bitirməkdə problem yaşayırsa, həmçinin oyuna öz həmyaşıdını və sizi daxil etmək istəmirsə, oyun prosesində göz kontaktından, ortaq diqqətdən və sualları cavablandırmaqdan çəkinirsə, ən əsası sosial və emosional baxımdan ünsiyyətdən qaçınırsa və digər idraki proseslərə əngəl törədirsə, o zaman mütəxəssis dəstəyi almaq lazımlıdır.